hər şey deyildiyi qədər asandırmı? Bizdə emosiyaya, hisslərə çox qapanırıq. Ancaq orada nəticə ilə bağlıdır. Dubaya getməsəydiniz, Azərbaycanda qalsaydınız, orada qazandığınız uğuru burada da qazana bilərdiniz. Şəxsi münasibət üzərində qurulan biznesin forması Azərbaycanda daha genişdir. Rusiyadan bir iş adamı var idi. Qida sektorunda işləyirdi və ona onlayn biznes lisenziyası satıb ortadan yox olmuşdu. Dubay sənə nələri öyrətdi ki, indi geriyə baxanda bunları Azərbaycanda mənə heç kim deməmişdi deyirsən. Bakı gələcəkdə Dubay kimi bir şəhərə çevrilə bilərmi? Bakı Dubay kimi şəhərə çevrilə bilməz. Deyirə deyən bölgə var. Azərbaycandan gedənlər birinci ora düşür. Bazarlar daha çoxdur orada, ona görə də ancaq Dubay bildiyiniz Deyirə Dubay deyil. Mənə rəqabət 5000-dən çox şirkət var. Azərbaycanda hansı şirkətə 5000-dən çox rəqabət olsa, bu şirkət heç vaxt işləyə bilməz. Dubayda siz öz pulunuzla, dövlətinizlə heç kimi təsirləndirə bilməzsiniz. Orada bir şeylə təsirləndirə bilərsiniz, siz avtomobilinizin nömrəsi ilə. Salam əziz və dəyərli üzləşmə izləyiciləri. Bilirəm ki, darıxmısınız, 6 aydır fasilədəydik, amma ikinci sezona bugün start verdik və güman edirəm ki, ikinci sezonda da birinci sezonda olduğu kimi maraqlı və düşüncəli mövzulara toxunacağıq və çalışacağıq ki, cəmiyyətimizi necəsə düşünməyə və maarifləndirməyə çalışaq. Çox uzun vaxtdır ki, bu sözü demirdim. İndi bilirəm ki, siz darıxmısınız və ona görə deyirəm. Mən Hüseyn Nağıyevin təqdimatında üzləşməyə baxırsınız. Və bugünkü qonağımız Dubayda yaşayan iş adamı. Salam, xoş gəlmisiniz. Salam, xoş gördük. Özünüzü qısaca təqdim edin. Rəhimov Rəşad, Dubayda yaşayıram, bizneslə məşğulam. Ümumiyyətlə, necə başladı bu yolculuq, bu hekayə? Yəni, Dubaya köçmək arzusu sizdən birdən-birə yarandı, yoxsa neçə illərin qərarı idi və fikirləri idi? Yox, birdən-birə qərar deyildi. Yəni ki, bir neçə planlı şəkildə idi. Əslində, yəni 2008-ci, 2010-cu illərdə ilk dəfə gedəndə Dubaya, ümumiyyətlə həyat tərzi, biznes mühiti filan. Azərbaycanda da vəziyyət yaxşı idi. Yəni ki, işləyirdim, təchizat şirkətim var idi. Amma belə bir dünyaya çıxmaq hissi də yarandı Dubaya gedəndən sonra. Bir neçə ölkəyə gedəndən sonra da daha belə geniş biznesi qurmaq fikri yarandı. Yəni, onda belə çıxır ki, sırf işi böyütmək üçün getməyi istəyirdiniz. Həm sırf işi böyütmək üçün, həm də ki, orada rəngarənglik məni biraz cəlb eləyirdi ki, həm insanların rəngarəng, həm münasibətlər fərqli idi, qaydalar fərqlidir, ölkənin ümumiyyətlə həyat tərzi tamamilə fərqlidir. Dubaya yaşamaq və işləmək qərarı verəndə içində ən çox nə ilə üzləşdin? Yəni, qorxu daha çox idi, yoxsa cəsarət? Əslində, qorxu da var idi, yəni bu normaldır fikrimcə. Bu qorxu da var idi ki, məni nə gözləyir? Cəsarət də, əlbəttə yerləşmisəmsə, yəni cəsarət də olub. Hər bir adam üçün yeri dəymək. Məsələn, turizmlə immiqrasiya çox fərqlidir. Yəni turizmdə gördüyün insanların həyat tərzi tamamilə başqa cürə immiqrasiyadan sonra görsənir sənə. Belə də ki, həyat ritmi biraz fərqli olsa da, bütün ölkələrdəki kimi demək olar ki, eynidir. Biraz davranışlar fərqlidir, mentalitet fərqlidir, insanların bir-birinə yanaşması fərqlidir. İmmiqrasiyanın da 2-3 forması var da, yəni ki, siz ora investisiya ilə gedirsiniz, ya biznes fikri ilə gedirsiniz, ya da ki, işləməyə gedirsiniz. Əlbəttə ki, əgər dəvətlə işə gedirsinizsə, dəvət olunan şirkət sizi yerləşdirəcək, ümumi hər bir məsələyə açıqlama verəcək və siz rahat yerləşəcəksiniz. Yox, biznes şəklinə gedirsinizsə, bura həqiqətən də hansısa bir konsultant lazımdır ki, sizi bu biznes ya investment konsultant olsun və ya biznesə bağlı olan bir adam olsun. Üçüncü də ki, köçmək fikri ilə gələnlər də çoxdur. İndi hal-hazırda Avropadan daha çox elə bir şey ki, insanlar həyatının bir hissəsini daha təhlükəsiz həyat sürmək üçün bildiyiniz kimi Avropada daha təhlükəsizlik bəzi şəhərlərində, hamısında demirəm, bəzi şəhərlərində daha çox təhlükə hiss eləyir insanlar. Yəni ki, elə bir şeylər olur. Müraciət edənlərin də çox. Məsələn, Belçikadan çoxlu, Fransadan çoxlu müraciətlərimiz var. İndiki bu dəqiqə dalğa Avropa dalğasıdır. Azərbaycandan da var müraciət edənlər. Azərbaycandan. İndi də fikrim odur ki, yəni ki, Azərbaycan
biznesinin, ona görə ki, mentalitet də bizdə fərqlidir, yanaşma da fərqlidir. Hər bir şeyi də başqa cürə göstərmək lazımdır ki, bir prizması fərqli olmalıdır. Bildirmək istəyirəm ki, bizim komandada var ki, başqa fərqli dillərdə də çalışan komandalar var ki, müştərilərin dilləri ilə danışanda müştəriyə daha rahat olur. Azərbaycan tərəfin məcburi özüm aparıram. Komandamızda Azərbaycan dilli bir tək özüm. Bəs artıq təməlli bəyə köçəndə, yəni Dubaya köçəndə səni ən çox təəccübləndirən şeylər nə idi? Yəni sistem, mentalitet yoxsa insanın münasibətləri nəyə ən çox təəccüb yaranırdı? Səbir. Azərbaycanla nisbətdə. İnsanlar çox səbirlidir. Səbirlidir. Bəli, yəni ki, bizdəki kimi o ritm, düzdür, hər bir şəhərin, hər bir ölkənin özünün ritmi var. Ancaq onların səbri, yəni ki, çox maraqlı, hər bir şeyə yanaşma, inşallah hər şey olacaq. Çox maraqlıdır ki, keçmiş Sovet respublikalarından olanda bu CIS ölkələrindən gələnlərin hamısı eyni stildə bizim kimi münasibət göstərirlər ki, həmən ruslar, belaruslar, qazaxlar, qırğızlar, özbəklər, azərbaycanlılar, ermənilər götürmürük, amma gürcülər. Həmən bu günlərə hər şeyi həll eləyək. Yəni ki, elə deyil, elə olmur. Hər bir şeyin özünün məqamı var və səbirlə yanaşanda daha tez alınır hər şey. Mən istədim bu məqamlardan biraz da daha çox danışaq və belə bir sualım var. Azərbaycanlı biznes mühiti ilə Dubaydakı biznes mühitinin arasında təməl fərqlər hansılardır? Yəni fərqlər dəhşətli dərəcədə çoxdurmu? Yox. Fərqlər çox deyil, ancaq yanaşma fərqlidir. Bizdə emosiyaya, hisslərə çox qapanırıq. Bizim biznesimiz emosiyanın, hisslərlə bağlıdır. Ancaq orada nəticə ilə bağlıdır. Yəni işin nəticəsinin hansı millətin nümayəndəsi olsun, işinə nəticə verirsənsə, sən mükafatını da alırsan. Yəni onda belə çıxır ki, Azərbaycanda orta bir sahibkar hansı ki bir uğur qazanır, Azərbaycanda bir biznes aparır. O istədiyi zaman köçdüyü zaman, qərar verib də köçdüyü zaman Dubaya və ya digər bəy ölkələrin şəhərlərinə normal bir biznesə başlaya bilər və hər şey qaydasında gedəcək. Yəni buradakı psixologiya ilə oradakı psixologiyanı müqayisə etmək üçün sual verirəm əslində. Bəli, başlaya bilər. Amma bir şey var. Ümumiyyətlə xarici biznesin mənim fikrimcə belə bir psixologiyası var ki, əgər sən öz işini bilirsənsə, o işi xaricdə açmağa, onunla məşğul olmağa dəyər. Yox, mən ümumiyyətlə yeni sahə üzrə, yəni ki, bu yüzlərlə mən onunla uyğun üzləşmişəm ki, insan məsələ üçün heç vaxt əmlak biznesi ilə məşğul olmayıb, ancaq birdən-birə, məsələn, təsərrüfatla məşğul olan bir insan, Qazaxıstandan məsələ üçün, gəlib birdən-birə əmlaka qoşulub və birinci, ikinci, üçüncü layihələrində çox itirib. Amma ondan sonra biz dəstək verəndən sonra yanaşmanı dəyişib, komanda ehtiyac var ki, hansı ki, bu bazardan nəsə bir anlayışı var. Ondan sonra 3 il sonra nəsə bir şeyi ortaya çıxarda bilib. Biznesindən xəbərin varsa, nəinki Dubai, nəinki Abu Dhabi, nəinki Şarjə, nəinki başqa Qətər filan, o ölkələrin hamısında xaricə çıxmağa pəncərə var. Nəyə görə? Ona görə ki, bu ölkələr dediyim kimi bu ölkələr hubdur. Burada sizin bazar, biz düşündüyümüz bazar Dubai bazarı. Məsələn, birinci biznesmen düşünür ki, mən bu Dubai'nin içində nə satım? Ona ehtiyac yoxdur. Siz çıxartdığınız məhsulu, bazara açdığınız məhsulun birinci ən böyük müştərisi Körfəz ölkələridir. İkinci ən böyük müştərisi düşünəcəksiniz Avropada falan yox, Afrika ölkələri. Afrika ölkələri. Bəli. Afrika ölkələrində iş adamları turnelərə gedirlər. Gedib görürsünüz ki, siz bizim üçün, bizim iş adamı üçün, biznesmenlər üçün Afrika ölkələri qaranlıqdır. Biz heç bilmirik orada nə var. Dünyanın ən gözəl şəhərləri var, belə baxanda. Yəni, dünyanın sərvətinin də böyük hissəsi Afrikadadır. Sadəcə o vaxtda məlumat yoxdur. Hansı bir Afrikanın, bir şəhərinin, bir gözəl Dubai kimi şəhərinin adını çəkə bilərsiniz, mən də çəkə bilmərəm belə baxanda. Amma var. Və məhsulların da 60-70% Dubai bazarının hublarında, portlardan gedir söhbət. 60-70% Afrikaya, ya Afrika üzərindən gedir dünya bazarına. Maraqlıdır. Siz dediyiniz dəstək göstəririk. Sahibkarlara kim ki köçmək istəyir. Bu proses necə baş verir və nələrdə dəstək göstərə bilirsiniz onlara? İlk öncə həmin sahibkarla birinci görüş edirik və onun məqsədini başa düşmək istəyirik ki, bunun məqsədi nədir? Nə işlə məşğul olmaq istəyir? Strategiyasını bilirik, biznes planını götürürük. Ya özümüz tərtib edirik, ya özü tərtib eləyir. Strategiya anlayandan sonra onu yönəldirik ki, daha düzgün, bildiyiniz kimi 50-yə yaxın açıq iqtisadi zona var.
Bir də ki, bizim kimi Azərbaycanda necə MMC-lər var, oradadır ki, daxildə işləmək üçün MMC açması, əgər daxillə bağlı olan servisi varsa, strategiyanı seçir, fəaliyyət növləri orada artıq 50 mindən çox fəaliyyət növü var. Ona uyğun kodlaşdırma getməlidir və düzgün seçilsə, ən böyük problemlərdən odur. Azərbaycandan və ya Rusiyadan gələn müştərilərimizin çoxunda elə problemlərlə üzləşmişik ki, məsəl üçün Rusiyadan bir iş adamı var idi, qida sektorunda işləyirdi və ona onlayn biznes lisenziyası satıb ortadan yox olmuşdu. Həmin adamlar Rusiyada həyata keçirmiş. Bildiyiniz kimi də, yəni açıq iqtisadi zonalara birinci lisenziyanın təqdimi onlayn etmək olar. Sadəcə video kolla pasportun təsdiqini eləmək olar. Ondan sonra o gəldi, həmin şirkəti bağladıq, yenidən daxildə işləmək üçün ona normal icazələri ilə, yəni ki, bələdiyyədən icazə, dövlətdən icazə və s. işlərin götürülməsi və belə biznesin davam etməsi üçün kömək elədik. Sonrakı etaplardakı işçilərin götürülməsi, sonrakı biznesin bank hesablarının açılması, buğalteriyanın aparılması, hesabatların verilməsi, bunlar çox ciddi məsələlərdir. Biznesin inteqrasiyasından danışdığımız, yəni relokasiyasından danışdığımız kimi Azərbaycanda belə bir məsələlər var da, Bakıda çörək yoxdur ya da layiqi, dəyəri və böyüyə bilmirəm deyə bir insanlarda deyim var ki, böyümək istəyirəm və böyümək üçün də üst tuturlar, belə deyim, Dubai və yaxud digər Ərəb Əmirliklərinə və şəhərlərinə. Gəlin belə bir sual verim də, hər şey deyildiyi qədər asandırmı? Yəni bu proseslər hansılar ki, kağız üzərində qeydiyyatlar, şirkətin açılma prosesləri, yaşayış yerinin tapılması, həmçinin də siz dediyiniz nümunədən qida sektorunda bir restoran açmağın, bunun qurulmasında, işçilərin tutulması və s. bu proseslər, hansı ki biz burada rahatlıqla öz ölkəmizdə bunu edirik, çünki əl çatandır və bilirik harda nə etmək lazımdır. Və biz bir biznesmen ora gəldiyi zaman bunları həll etməyə çətinlik çəkirmi və bu prosesləri necə dəf eləyir? Heç bir çətinlik yoxdur. Elə bizdəki kimidir. Yəni ki, fərz edək ki, Amerikadan və ya Böyük Britaniyada bir iş adamı gəlib, sizcə o bütün o dediyiniz o icazələri filan yerli konsultant olmasa onu eləyə bilər, eləyə bilməz. Həmin prosesdə orada gedir. Bizim də işimiz odur ki, bazarda neçə illik və hər bir biznesdən qarşılaşırıq ki, hansı icazələr lazımdır və biznesi necə aparmaq lazımdır. Qaldı ki, Azərbaycanda çörək yoxdur filan deyimlərinə. Düşünürəm ki, dünyanın hər bir şəhərində özünə uyğun biznes mühiti var. Azərbaycanın da biznes mühiti o qədər də pis deyil. Yəni ki, uğuru hər yerdə qazanmaq olar mənim fikrimcə. Rəqabətdən danışsaq, yəni hal-hazırda Bakıda və Dubayı götürsək, rəqabət hansısa bir sektorlarda, istənilən bir qida olsun və yaxud digər biznes sektorları olsun, fərqi yoxdur. Ağlınıza ilk gələn, harda rəqabət daha azdır? Yəni ortaya yaxşı iş qoyub, daha yaxşı pul qazanmaq və daha uğurlu olmaq harda asandır? Məncə Dubayda daha asandır. Amma mən eşitdiyim tam fərqlidir. Yəni bu yaxınlara qədər olan mövzu ki, günü-gündən çətinləşir, çünki son 10 ilə baxsaq ki, 2010-ların ortaları falan bu illərə baxsaq və indiki Dubayda demək olar ki, bütün bizneslər tutulub, iş görmək çox çətindir. Yəni hansısa bir sektor tapıb, belə deyim də niş tapıb, daxil olmaq bazara çox çətindir. Belə bir deyimə nə istəyirəm sizə bir söz deyim. Məsəl üçün bizim nişada konsultasiyada, biznes konsultasiyada və investment konsultasiyasında mənə rəqabət 5000-dən çox şirkət var. Aha. Azərbaycanda hansı şirkətə 5000-dən çox rəqabət olsa, o şirkət heç vaxt işləyə bilməz. Ancaq buna baxmayaraq mən işləyirəm. Кейsimdə 100-dən çox müştəri var və bu da yenilənir. Yəni biz müştəriyə bir dəfə gəldi, xidmətin göstərdik, getdik, elə yola salmırıq. Ona görə ki, müştərilər də bizdən getmirlər. Ən böyük səbəbi odur ki, maliyyədən tutmuş hüquqa qədər İstər-istəməz məsələlər yaranır və ona uyğun olaraq da bizdən nəsə soruşur. Müraciət eləyir, hüquqi məsələlərinizə kömək eləyirik, həyati məsələlərinizə kömək eləyirik, məktəbinə də uşağının, yəni ki, o üçün də komanda var filan, belə formada. Dubayda biznes qurmaq istəyən bir Azərbaycanlı ilk 3 praktik məsləhətiniz nə olardı? Biraz yanaşmağı dəyişmək lazımdır. Qanunlara riayət etmək, bir də ki, səbirli olmaq. Həm də ki, doğru insanlarla görüşmək lazımdır ki, doğru yerdə doğru cavabını ala bilsin yarandığı suallarda.
Amma ilk düşdüyü yerdə bilmirəm axı kim doğrudur, kim yalandır, o məsələ də var. Düzdür, o tərəfi də var. Yəni ki, onda yanıb gələnlər də bizdə çoxdur ki, bir neçə etapdan keçir. Ondan sonra Bir də dil məsələsinə toxunmaq istəyirəm. dil məsələsi də çox rahatdır. Yəni bir ingilis dili bilməyən adam və yaxud bilsə də çox elementar bir ingilis dili bilən insan Dubaya gəlib iş görə bilər o dil səviyyəsi ilə. Mənim кейsimdə olan şirkətlərin 60-70% təsisçilərinin heç rus dilindən başqa heç bir dili bilmirlər. Elələr də var. Bəs necə ünsiyyətə girir və necə komanda ingiliscə bilir. Aha. Və yaxud bizim komandadan istifadə edir ilk öncə. İşi qurandan sonra, yəni ki, hansısa bir assistent götürür və onun üzərindən idarə edir. Mən axır vaxtlar bir dənə qrupa qoşulmuşdum. Dubayda yaşayan Azərbaycanlılar. Facebookda bir dənə belə bir qrup var da, chat var. Və orada gedən tema nədir? Dubayda taksi işləmək. Yəni bu dəqiqə bizdə aktualdır və orada aktual sayılır ki, Dubaya gedib taksi işləyəcəm. Belə düşünən insanlar və yaxud biznes qurmayıb da sırf gedib orada yaşamaq üçün Dubayda pul var deyə düşüncəsi ilə gedib orada daha çox pul qazanım. Amma biznes qurmayıb da hansısa bir sıravi işçi kimi. Taksi mi deyim, xidmət sektoru mu deyim, restoran sektoru mu deyim. Burada vəziyyət nə yerdədir və hansı burada əsas məsləhətləri verərsiniz? Burada vəziyyət belədir ki, bir çox qida sektoru, restoranlarda, məsəl üçün başqa bir sahələrdə Azərbaycanlılar çoxdur. Ofislərdə çox işləyirlər. Hətta axırıncı dəfə bir stand-upda olduq. Orada bir Azərbaycanlı çıxış edirdi. Rus dilində çıxış edir. Rusların stand-upı idi, dəvət eləmişdilər. Belə də baxanda heç bir problem yoxdur. Yəni ki, bizim milləti, yəni ki, başqa cürə yönəltməyə ehtiyac yoxdur. Bütün 193 ölkə varsa, 220 dil var Dubayda. Bütün dünyadan hamı həm bir iş adamıdır, həm də ki işçi kimi də işləyirlər. Bütün sahələrdə də var. Turizm sahəsində də çoxdur Azərbaycanlılar, avtomobil icarəsi sahəsində də çoxdur, restoran sahəsində, mağazin sahəsində, onlayn biznes də var. Hər bir sahədə Azərbaycanlı var. Mənə maraqlı olan məqamların biri də bilirsiniz hansılardır? Azərbaycanda məsəl üçün özünüz də bilirsiniz və yəqin ki eşitmisiniz, hamımız da bilirik. Qohum, dost və yaxud belə deyim də üçüncü bir variant təklif edeyim. Şans üzərində qurulan bizneslər var ki, hansı ki sadəcə ya bir tanışı çıxıb ortaya, ya bir qohumu çıxıb, el dilində desən bir dayı çıxıb ortaya, hansı ki bir biznesi qurub və bu şanslarından bu üç variantın birini istifadə edib bir məbləğ qazanıb və iş qurub. Bir böyük məbləğ qazanaraq iş qurub. Və həmin adamların sabahsı gündə məsəl üçün daha da böyümək istəyib də Dubaya köçmək arzuları. Yəqin ki bu кейslərlə rastlaşmısınız ki belə insanlar olub. İnsanlar ki hansı ki biznes etikasının çox da dərindən bilməyənlər, biznesi belə deyim də şansa bağlayıb da amma şansını istifadə edərək orada gəlməsini arzulayan insanlar ki gedərəm Allah orada da bir qapı açar, orada da bir tanış taparam məqsədi ilə gələn insanlar haqqında sizdən bir belə bir olubmu belə bir кейslər və ümumiyyətlə Dubayda tanışlıq, qohumluq və ya şanslardan danışaq. Şanslardan danışa bilərik. Əlbəttə ki, mən düşünürəm ki, bütün biznesmenlərin bütün biliklərindən əlavə bir şansı da olmalıdır. Amma siz dediyiniz o qohumluq şansı falan peşman, o məsələlər işləmir. Bu qlobal bazardır. Ona görə də müqavilə bağladığın, hansısa bir iş götürdün, tenderdə iştirak elədin, onların heç bir önəmi yoxdur ki, sən hardan gəlmisən və ya sadəcə nəticə göstərə bilirsənsə, təklifini dəyərləndirə bilirsənsə ki, bu işi görə biləcəksənsə, o işi görəcəksən. Yox, tanış tapdım, kimsə oradan mənə dəstək oldu, o işləmir. Yəni bir dostum var, çağırıb oradan mənə bir iş quracaq, söz verib kömək. Elə bir məqsədlərlə köçmək istəyən insanların Elə məqsədlərlə köçmək istəyənlər olur. Amma biz çalışırıq ki, elə keysləri götürməyək. Ona görə ki, biz bilirik ki, onun uzağı bir ildən sonra onun biznesi getməyəcək. İşindən, strategiyasından, biznesindən heç anlayışı olmayan dediyim kimi, əgər öz biznesindən heç bir xəbəri yoxdursa, biznes etikası siz dediyiniz kimi biznes etikada heç bir xəbəri yoxdursa, o orada işləyə bilməyəcək. Ona görə ki, mentalitet də fərqlidir, yanaşma da fərqlidir, ümumiyyətlə biznes mühiti tamamilə fərqlidir. Bizim gördüyümüz, bizim bazarda olduğumuz biznes mühiti fərqlidir.
Səhv eləmirəmsə Azərbaycanda da bir sahibkarlıqla məşğul olmusunuz və Azərbaycan ümumiyyətlə korporativ sahədə çalışmısınız. Mənə maraqlıdır ki, indi Dubayda yaşayaraq və qlobal bir bazarda artıq çalışaraq indiki Dubayla, qlobal bazarla, Azərbaycandakı sahibkarlıqla, Azərbaycandakı bazarla əsas fərqlər nədərdir? İnsanların xüsusiyyətlərində. Məsələn, mən məsəl üçün deyə bilərəm ki, bizimkilər hara gedir, hansı dükana gedir, endirim istəmək məsələsi var da. Bizim o, belə deyim, xislətimizdəmi deyim və yaxud xasiyyətimiz var ki, harasa gedib bir endirim istəyirik və yaxud öz yanaşmamızı salırıq işə. Əsas fərqlər bunlarda nədir? Yəni, orayla buranın arasında. Düz deyirsiniz, Azərbaycanda bir neçə il işləmişəm, bir 10 ildən çox işləmişəm, təhsilat şirkətinin, yəni ki, təsisçi olmuşam. Dediyiniz problemlər var Azərbaycanda, mentalitet fərqlidir sözsüz. O endirim məsələsi də çox önəmlidir. Qohumluq, tanışlıq, bəzi işlərin götürülməsində də yaxınlıq lazımdır, münasibət lazımdır. Mən əvvəl də bildirdim ki, şəxsi münasibət üzərində qurulan biznesin forması Azərbaycanda daha genişdir. Amma şəxsi münasibətlə qurulmur. Əslində o endirim məsələsi ən çox Asiya ölkələrindən gələnlərin, zaten bizim də bir hissəmiz Asiya mentalitetinə uyğundur. Oradan daha çox görürük ki, bunu bəlkə biraz aşağı eləyəsən bunu. Yəni ki, mən elə göstərdiyim xidməti heç vaxt endirimə və filan qiymətləndirməyə dəyər. Avropada da elədir. Yəni ki, endirim psixologiyası fərqlidir. Bir də demək istəyirəm ki, tanışlıqla, qeyri-professional yanaşma ilə qurulan tək Azərbaycanda yox, ümumiyyətlə bütün ölkələrdə biznesmenlər gəlir və orada heç bir uğur qazana bilmir. Çünki mümkün deyil. Yanaşma da fərqli olmalıdır. Belə bir sualım var. Kəmiyyət yoxsa keyfiyyət? Dubayda ən çox hansılar işləyir? Sualımın əsası da odur ki, Azərbaycanda bilirsiniz ki, bir çox insanlar keyfiyyətdən çox kəmiyyətə üstünlüyü verir. Həm istehlakçı olsun, həm istehsalçı olsun. Çünki təklif tələbat məsələsi var ortada. Dubayda bu yerdə vəziyyət nə yerdədir? Yəni insanlar ən çox keyfiyyətə mi, yoxsa kəmiyyətə mi üstünlük verir? Sizin bu sözlərinizdən belə bir şey başa düşürəm ki, yəni keyfiyyət önəmlidir həqiqətən də. Ancaq kəmiyyət yəni ki, iqtisadi vəziyyətə bağlı olan bir şeydir. Ona görə də Dubayda sualınıza cavab olaraq Dubayda keyfiyyətə daha çox üstünlük verirlər. Amma bu da nə ilə bağlıdır? İqtisadi vəziyyətləri daha yüksəkdir orada yaşayanların. Hə, maaşları yüksəkdir, qazancları yüksəkdir, əlbəttə ki. Amma keyfiyyət deyirsiniz, ən çox keyfiyyətsiz məhsullarda ya Dubayda da. Oradan çıxır axı bütün dünyaya, belə deyim. Ən çox deməyim də, amma bir çox keyfiyyətsiz məhsullar da elə Dubaydan satılır dünyaya. Yox, mən sizlə razı deyiləm. O keyfiyyətsiz məhsullar Dubaydan satılmır. Keyfiyyətsiz məhsullar Çində istehsal olunur. Və ora bundan gəlir. Başlayır. Orada hubda, orada hər bir cür mal satılır. Yəni ki, keyfiyyətli də satıla bilər, keyfiyyətsiz də satıla bilər. A klası, B klası daha çox oradadır. Daxildə yoxdur. Demək olar ki, o keyfiyyətsiz məhsullar birincisi alıcısı yoxdur. İkincisi də ki, əgər varsa satılanların məsəl üçün belə bir bölgə var, Deyra deyən bölgə var. Azərbaycandan gedənlər birinci ora düşür. Ora yerləşirlər. Yəni ki, bizim turizm şirkətləri nədən o bölgədə daha çox otellər satır, mən anlamıram. Mən deyirəm ki, bir 15 ildə onu alverə görə bəlkə. Bazarlar daha çoxdur orada, ona görə də. Ancaq Dubay bildiyiniz Deyra Dubay deyil. Dubay çox fərqlidir. Belə bir anlam var orada daxildə, çayın bu biri üzü. Yəni Deyranın şəhərin inkişaf etmiş tərəfi bölən bir çay formasında bir su axını var və oradan məsəl üçün il gəlir dönür, mən bir dəfə də çayın o bir tərəfinə keçmirəm. Yəni biz o tərəfdə heç bir işimiz yoxdur. Bu mənim sualıma cavab kimi qəbul edə bilərəm ki, Azərbaycanda daha çox kəmiyyətə üstünlük verirlər və ona görə də Deyrəyə birinci düşürlər. Yox, məncə burada bizdə keyfiyyətə də, kəmiyyətə də daha çox üstünlük verənlər var. Bu, yəni ki, həyat tərzinin asılıdır. Kimsə necə, mən sizə deyərdim ki, Azərbaycana gəlib gedəndə mən siz dediyiniz o kəmiyyət, keyfiyyətsiz malları gətirib satışın bizim bazarlarda da çoxdur. Yəni ki, məncə elə bağlamaq düzgün deyil. Razı deyiləm. Amma hal-hazırda belə deyim də, ümumiyyətlə Dubayla maraqlanan sahibkarların sorğu da keçirsə, mən şəxsi təcrübəmdən deyirəm ki, yəni danışıqlarımın və ümumiyyətlə Azərbaycanda Dubaydan danışdığımız mövzuların və Dubay haqqında bilikləri nəzərə alsam və analiz eləsəm, Azərbaycanlılar ən çox Deyranı bilirlər, Dubayın Deyra tərəfini bilirlər və oranı daha çox tanıyırlar siz dediyiniz kimi. Yox, biznesmenlər
Madeiranın heç bir biznesdən Sırf bağlanmır. biznesmenlərdən söhbət getmir də. Yəni Ümumi toplumdan gedirsə söhbət, razıyam. Bəlkə bu turizm şirkətləri də orada günahı var ki, bizim əsas satışlarımızı, yəqin ki, onlar daha çox qazanc əldə edirlər ki, otellər ucuzdur və ümumi paketdə də, yəni ki, paket şəklində satırlar biletləri. Amma o Dubai deyil. Yəni ki, mən razı deyiləm onunla ki, siz elə düşünürsünüz ki, hamı ora gedir, hamı. Yox, mən neçə illərdir əvvəllər ola bilsin. Məsələn 2008, 2010, 2012-yə qədər, 15-ə qədər. Ondan sonra dəyişib. Yəni ora gələn insanların keyfiyyət, kəmiyyət söhbətində daha çox keyfiyyətə üst tutanlar daha çox olub. turizm məqsədi ilə insan niyə Dubaya gəlsin? Turizm məqsədi ilə Dubaya niyə gəlirlər? Deməli, ilk öncə Dubayda olan möcüzələri, yəni görməyə. Böyük akvariuma baxmağa gəlirlər, plaja gəlirlər, çox təmiz dənizə gəlirlər, gözəl yeməyə gəlirlər, mövsümi havaya gəlirlər. Yəni ki, ilin 9 ayı 24-25 dərəcəyə gəlirlər istirahətə. Tək Azərbaycandan getmir ki, söhbət, bütün dünya gəlir. Bir də ki, həmin rusların məsəl üçün istirahət formaları. Mən də bilmirəm demişdim onu. Bizim o sahə üzrə də biznesimiz olub ki, villalar götürmüşük icarəyə və onları subarendaya vermişik. Villalar, apartmanlar. Onun üçün də ayrıca lisenziya lazımdır. Biz onunla məşğul idik 2019-dan 2025-ə kimi, 2024-ə kimi. Ki ondan sonra biznes daha gücləndiyi üçün, o sahədə qiymətlər qalxdığı üçün biraz ondan aralanmışıq ki, daha investment paketlərə üz tutmuşuq. İstirahətə gələnlərin çoxu təhlükəsizlik, gözəl dəniz, gözəl hava, elə bir meyvə, elə bir yemək, elə bir balıq, elə bir hansısa bir qida məhsulu yoxdur ki, 12 ay olmasın. Braziliyada qutardı məhsul, Avstraliyadan gəlir, Avstraliyada qutardı, Amerikadan gəlir, Fransada qutardı, Azərbaycandan gəlir. Yəni Azərbaycan məhsulları da çoxdur, qida məhsulları da gətirirlər. Mən məsəl üçün ildə bir dəfə Dubaya gedirəm. Amma getməyimin səbəbi başqadır. Mən orada, bunu dostlarıma da demişəm həmişə ki, mən orada gedəndə pulunu iyisini istəyirəm. Onu tək siz demirsiniz, mənim bir neçə dostum deyir, yəni ki, çox böyük biznesi olan insanlar da deyirlər. Məsəl üçün, çox qida sektorunda Türkiyədə bir şəbəkəsi olan bir dostum var. O Dubaya gələndə deyir ki, mən özümü burada zəngin hiss eləmirəm. Hansı ki, yəni ki, bəs qədər öz ölkəsinə görə çox bəs qədər zəngin insandır. Pulun iyisi var. Mən məsəl üçün Dubaya gedirəm ki, kasıb olduğumu hiss edeyim. Amma niyə hiss edeyim? Kasıb olduğumu ona görə hiss edeyim ki, gəlim daha çox motivasiyam olsun ki, mən daha çox pul qazanım və gələn səfər ora gedəndə daha yuxarı gedim və daha yuxarı yerdə yaşayım, daha yuxarıda otel tutum. Bilmirəm mənim kimi insanlar o qədər varmı yoxsa yox, amma Dubay mənə ildə bir dəfə onu verir və hər dəfə gedəndə çalışıram ki, daha yuxarı gedim, amma hər dəfə gedəndə də daha yuxarı bir şey tapıram. Ki, yəni o çatmaq demək olar ki, qeyri-mümkün bir şeydir də ora. Yəni belə bir deyim var, Dubayda siz öz pulunuzla, dövlətinizlə heç kimi belə də təsirləndirə bilməzsiniz. Orada bir şeylə təsirləndirə bilərsiniz, siz avtomobilinizin nömrəsi ilə. Ki, yəni 10 ədəd Rolls-Royce dayansın, onun bir dənə nömrəsi ilə hansındasa 2 rəqəmlidir ya 1 rəqəmlidirsə, uzağı 3 rəqəmlidirsə, onunla başa düşmək olar ki, bu adam zəngindir. Yəni belə baxanda orada avtomobil də belə bir bahalı bir şey də deyil. Ona görə də düz deyirsiniz, o hissdə olur. Ancaq biz yaşayırıq da, biz o hissi itirmişik. Yəni bizim üçün normal gəlir. Dubaya getməsəydiniz, Azərbaycanda qalsaydınız və indiyə qədər də burada işləsəydiniz, yəni Dubayı unudun, Azərbaycanda qalmışsınız. O Rəşadla bu Rəşadın arasındakı sizcə fərqlər olardı? Yəni orada qazandığınız uğuru burada da qazana bilərdiniz? Yaxşı sualdır. Amma ki, cavabım belədir ki, bəlkə də indiki qazandığım uğuru qazana bilməz idim. Ancaq burada da pis yaşamırdım. Oradakı mühit səni necə dəyişdi? Oradakı mühit mənə sakitlik verdi. Stresim yoxdur. Çox rahat yaşayıram. Heç bir problemim yoxdur. Səhər-səhər durub fikirləşmirəm, ay aman filan şey necə olacaq. Hər şey öz qaydasında gedir. Heç kim heç yana tələsmir. Heç kim öz maşınla sənin üstündən keçmək istəmir. Heç kim əsəbi deyil. Heç kim əsəbi deyil, hamı rahatdır, hamı xoşbəxtdir. Qapını açanda üzbəüz qonşu üzvə çıxanda heç ömründə birinci dəfə gördüyün adam da səndən 7 dəfə soruşacaq necəsən, nə var, nə yox, salam. Yanında uşaq varsa uşağı soruşacaq. Onun yanında uşaq varsa sən soruşacaqsan, ona görə öyrəşmisən.
Liftə minəndə burada Azərbaycanda mən elə getmisiniz deyəndə mən tamamilə Azərbaycandan qırılıb getməmişəm ki. Burada Azərbaycanda gəlirəm öz yaşadığım anamgilin, atamgilin yaşadığı, valideynlərim yaşadığı bir məkana gedəndə və ya hansısa bir qohumun evinə gedəndə liftdə kiməsə salam verəndə anlaşılmazlıqla belə baxır ki, yəni sən kimsən? Yəni o yoxdur. Ola bilsin hər yerdə yoxdur mənim qarşıma çıxanda, amma ki belədir. Bir çox turistlərin, xarici turistlərin Bakıya gələndə bizim aeroportdan və üzü Heydər Əliyev prospekti ilə hərəkət etdiyi zaman gördüyü binalar belə bir deyimə çevrilib ki, Bakı gələcəyin Dubaydır deyə bir kəlmə istifadə olunur və artıq bu çox populyarlaşır bütün dünyada. Səncə orada olan bir insan kimi və buranı da tanıyan bir insan kimi Bakı gələcəkdə Dubay kimi bir şəhərə çevrilə bilərmi? Bakı Dubay kimi şəhərə çevrilə bilməz. Düşünürəm ki, elə bir şey mümkün deyil. Ola bilsin görünüşcə oxşaya biləcək, amma bildiyiniz kimi ümumiyyətlə əmirliklərin 85% gəlmədir. Düşünmürəm ki, bizdə Azərbaycanda bizdən əlavə 85% gəlmədi. Ona görə də həm yaşam tərzi fərqlidir, həm bizim yanaşmalar fərqlidir. Bəlkə nə vaxtsa elə bir şey gözlənilir, ancaq yaxın 30 ildə inanmıram. Yəni belə çıxır ki, Dubayı Dubay eləyən ora gələn insanlardır, ora köçən insanlardır deyirsiniz. Tamamilə doğrudur. Təsəvvür eləyin ki, 11 milyon əhalinin 8,5 milyonu birdən-birə getdi əminlikdən. Ora bir ruh şəhərinə çevrilə bilər. Yəni siz gördüyünüz ümumiyyətlə Azərbaycandan gedən adamların gördüyü Dubay hansısa bir hissəsidir. Yəni turizm bölgələridir. Əslində çox böyükdür. Bunun böyük əmirlikləri də var, çox geniş, daha balaca şəhərləri də var ki, onlar haqqında heç məlumatları da yoxdur heç kimin, yəni turistlərin. Orada yaşayanlar gəzir, görür, tanıyır və ərəblərin bəlkə mərkəzlərdə hardasa görürsünüzsə, yerlilərin gözə görünməsi çox azalıb, çox azdılar. Dubay ailəli gediləcək yer sayılırmı? Yəni uşağım var və məktəbə gedir. Məsəl üçün 2 uşaq, 3 uşaq fərqi yoxdur. Bununla bərabər, ailə ilə bərabər köçüb orada biznes qurmaq və ailə ilə bərabər orada yaşamaq. Və bunun müsbət tərəfləri, mənfi tərəfləri və çətinlikləri də pul tərəfdən bilirəm ki, həddən artıq bahadır, özəl məktəblər və bunlardan məlumat almaq istəyirik. Bariz nümunəsi mənəm. Hı-hı. Yəni ki, ən ilk fikirlərdən biri odur ki, uşaqların beynəlxalq təhsil alması. Ona görə də həm təhlükəsizlik, həm məktəblərin, universitetlərin, dünyanın bütün ünlü universitetlərinin orada bölməsi var. Əgər sizin uşağınız orada bitirirsə, çox rahatdır ki, orada universitetdə. Belə bir şey dedim, müştərilərimizin çoxu investorlardan, yəni ki, belə bir tendensiya əmələ gəlib ki, Londonda, bir il Londonda oxuyan uşaqların həmin universitetlərin Dubaydakı bölmələrinə köçürürlər və sənədlərini götürüb gəlirlər Dubaydakı bölmələrində oxuyurlar. Ən azı bir 3 nəfərin elə bir övladların elə köçən görmüşəm. Birbaşa Azərbaycandan da məktəbi qutarıb universitetə daxil olanlar da var. Yəni bunlar real case'lərdir, yəni ki, bunlar həqiqətən də qarşılaşdığım. Uşaqlar üçün hər bir şərait var. Böyüklərdən də çoxdur şərait. Həm məktəbi, həm əyləncəsi, həm təhlükəsizliyi və sair tərəfdən də belədir. Dubay həyat tərzi bahalıdır, sözsüz, razıyam. Amma siz əgər xidmət sahəsində işləyirsinizsə və ya satış sahəsində işləyirsinizsə, hansı istehsal sahəsində işləyirsinizsə, siz qiymətlərinizi ona uyğun dəyərləndirirsiniz. Qiymətlər bahadır. Sizin verdiyiniz xidmət də bahadır. Və bildiyim qədərilə Dubayda pulsuz məktəb yoxdur. Xarici vətəndaşlar. Yenə bir yanlış mifdir. Pulsuz məktəb də var, yerlilər üçün də var, hər bir millət üçün də məktəb var, pullu məktəb də var, çox aşağı cüzi ödənişlə də məktəb var. Ancaq ondan asılıdır ki, siz uşağınıza hansı təhsili vermək istəyirsiniz? Hansı təhsili fikriniz var verməyə? Problem odur. Yaxşı, belə götürək. Ortalama 2 uşağı olan bir ailə düşünün, gənc ailədən düşünün və 2 uşağı var, məktəbli uşaqlardan götürək. Orta siniflərdə oxuyan məktəbli ailə. Buradan köçürsə və ora gedirsə, nə qədər aylıq təxmini orta yaşamaq üçün, demirəm, lüks və yaxud bahalı yaşamaq üçün, orta yaşamaq üçün xərcləri var, aylıq xərcləri. Gəlin belə deyək. Ortalama. Bizim yaşayış tərzimizlə, Azərbaycanda yaşayış tərzindən oranın yaşayış tərzi fərqlidir. Nə ilə fərqlidir? Orada qazanc təxmini hər bir ailə üzvünün
valideynlər əgər işləyirsə, öz biznesləri yoxdur, sadəcə işləyirlərsə, təxmini ikisi toplam bir yerdə 10-15 min dirhəm lazımdır ki, onların orta səviyyədə uşaqları da məktəbə getsin, aylıq qazancları. Özləri də, yəni ki, icarədə ev götürsünlər, yaşasınlar və uşaqlar da təhsil alsınlar. Dubai sənə nələri öyrətdi ki, indi geriyə baxanda bunları Azərbaycanda mənə heç kim deməmişdi deyirsən? Dubai mənə nə öyrətdi? İlk öncə sakitlik. Yəni ki, yanaşma tamamilə fərqli olub, dəyişib. Hər bir məsələni tez tələsik qərar verib başa çıxmaq o hissi yoxdur. Hər hansı bir gələn projeni ən azı 2 gün, 3 gün vaxt alırıq, öyrənirik. Həmin o projedə iştirak edən insanlarla da görüşürük. Dəfələrlə lazım oldu 3 dəfə, lazım oldu 2 dəfə. Elə proje olur ki, çox rahatdır, bir dəfəyə də həll eləmək olur. Amma inanın ki, həmin o yanaşmalar 3-cü dəfədə tamamilə fərqli bir şeyə çıxır. Sakitlik, səbir, məsələn, hər bir məsələni həll eləməyi daha uğurlu. Görürsən ki, ilk görüşdə yaranan təəssürat həmin adamın da mənim haqqında və ya öz biznesi haqqında, öz yanaşması haqqında həmin adamın da 3-cü dəfədən sonra tamamilə fərqli bir yanaşması olur. Düşünür ki, hə, deyəsən biz orada düzgün qərar vermək istəyirdik, ancaq düzgün qərar deyildi. Bir də hamının Dubaya getməyə, ümumiyyətlə Birləşmiş Ərəb Əmirliklərinə getməyə də istəkləri odur ki, sıfır vergi və kreditin demək olar ki, faizsiz olmağı. Ümumiyyətlə faiz anlayışının olmamağı. Bəli, vergi yoxdur, sıfır vergidir. Yəni ki, məvacib siz alanda da vergi vermirsiniz. İşə götürən adamlar da sizə maaş verəndə vergi vermir. Əlavə dəyər vergisi 5%-dir. O da ki, müştəridən alıb dövlətə ödənilir. Bizdəki kimi əlavə dəyər vergisi nətər hesablanırsa elə hesablanır. Kredit faizləri də yəni çox aşağıdır. Orada da kredit faizləri faiz kimi hesablanmır, xidmət kimi hesablanır. Bankın xidmət haqqısı. Bankın xidmət haqqısı kimi 3-4% uzağı illik faizlər hesablanır. Bəs evlərdə necədir vəziyyət? Evlərdəki planla formasında alırsınız. 3 illik, 7 illik o da faizsizdir. Heç bir faiz ödəmirsiniz? Yox, heç bir faiz ödəmirsiniz. Tikilməkdə olan evləri alırsınızsa heç bir faiz ödəmirsiniz və 0%-dən məsələn il yarıma tikililər verirlər evinizi. Köçürsünüz. Məndə də elə bir formadadır. Məsələn, il yarıma tikib veriblər. Planım 7 illikdir. Hələ də ödəyirəm. Amma ki, yaşayış və bizim dediyimiz o kupça adında bir çıxarış, o da varımdır, ev mənimdir. Axır olaraq məsləhət vermək istədiyim məsələlərdən də biri odur ki, tək Dubai yox, məncə bütün ölkələrdə nəsə bir biznes qurmaq istəyən adamlar birinci araşdırma eləsinlər, məsələn, ya turist kimi gəlsinlər, birinci biraz baxsınlar. Yəqin ki, bizim arada dediyimiz razvedka sözü də var. Kəşfiyyat. Kəşfiyyat. Hə, biz kəşfiyyata da gəlirik. Mən də elə eləmişəm. Dəfələrlə kəşfiyyatda olmuşam. Özüm də şirkət açmağa qalxanda fikirləşdim ki, öz qüvvəmdən açacağam. İndiki hal-hazırda görə biləcəyim, konsultasiya üzrə professional olduğuma görə görə biləcəyim 3 gündə görəcəyim işi mən özüm 2015-2016-da 3 aya gördüm. Bizim də şirkətin xüsusiyyətlərindən biridir ki, bizim mentalitetə uyğun olaraq bütün məsələləri hamısını açıq başa salırıq. Yəni ki, aydın formada da ki, özümüzə yaxın olan dildə danışırıq ki, həmin iş adamında da inam yaransın, başa düşsün ki, hansı sahədə hansı çətinliklər olacaq və mən heç vaxt heç nəyi gizlətmirəm və onu gözləyən problemləri də göstərirəm ki, bu sahədə sən hansı sahədə geyirirsənsə, məsəl üçün neft-qaz sahəsində geyəcəksənsə, neft-qaz sahəsində çoxlu lisenziyalar var. Ya qida sektorunda da yoxlamalar var. Yəni ki, siz təsəvvürünüzə gətirə bilməzsiniz ki, Dubayda kimsə zəhərlənib. Ona görə ki, orada çox güclü nəzarət var qida sektoruna. Eşitmisiniz heç kimsə ki, hansısa restoranda Dubayda 10 nəfər birdən-birə zəhərləndi. O ola bilən bir şey deyil məncə. Ona görə də belə formada yekunlaşdıra bilərik. Çox sağ olun gəldiniz, çox sağ olun yaşadıqlarınızı, təcrübələrinizi bizimlə bölüşdünüz. Sizə Dubaydakı həyatınızda uğurlar, bol uğurlar və güman edirəm ki, buradan bizi izləyən və eyni məqsədlə gələcəkdə Dubaya köçməyi planlayan və ümumiyyətlə xaricə köçmək istəyi olan insanlara da necəsə bir məsləhətlərimiz çatar, maariflənərlər. Çox sağ olun bir daha. Çox sağ olun, dəvətinizə görə də sağ olun.
Bu videonun da sonuna gəldik. Üzləşməyə baxırdınız. Gələcək bölümlərimizdə qonaq qismində kimləri görmək istəyirsinizsə, şərh bölməsində qeyd edə bilərsiniz. Kanala abunə olmağı, videonu bəyənib paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.